Mən ailəmə hörmət qoyduğunuz üçün, mən qardaşıma, şəhid qardaşıma hörmət qoyduğunuz üçün, bu xoş günümə təşrif edildiyiniz üçün sizə dərin təşəkkür bildirirəm. Allah hamımızın canı sağ eləsin, Allah hamımızı var eləsin. Hər şey mən göydə birinci Allaha, ikinci növbədə qardaşıma, yəni hər şey qardaşıma, bir də göydə Allaha, bir də mənim gözəl atama, anama, yəni onlara çox şeylər borcluyam. Yəni mənim ata olmağımın səbəbi göydə Allah, yerdə qardaşım və səbəbkarı atamdır, anamdır. Yəni mən fəxr edirəm ki, şəhid qardaşıyam. İndi qardaşımın adını qoyası olsam da, amma 100 dənə Elvin kimi balam olsa, mən bu gözəl qardaşımın heç vaxt yerini verə bilməz. Heç bir vaxt. Yəni onun, mən həmən balamın olmağının səbəbkarı, həm birinci səbəbkarı da mənim qardaşımdır, gözəl qardaşımdır, şəhid qardaşımdır. Yəni adını qoyuram belə təsəlli almaq üçün. Yəni mən heç vaxt mənim qalamın yerini, mən 100 dənə balam olsa mənim qardaşımın yerini heç vaxt verə bilməz. Mən fəxr edirəm ki, mənim qardaşım kimi icid belə övladlarımız var. Allah cəmi şəhidlərimizə, qazilərimizə şəfa versin. Allah ordumuzu qorusun. Allah mənim atama, anama səbirlər versin. Allah heç bir valideyni balasından sınamasın. Mən deyəcəklərim bu qədərdir. Yəni Allah Taala mənim atama, anama, Eldənizə atama, Nübar anama, bütün şəhid ailələrinə. Yəni belə bir mən həmişə dediyim bir sözüm var ki, yəni Allah onlara bu dərdləri unutturacaq başqa bir dərd verməsin heç vaxt. Allah eləsin ki, həmişə belə bir dərddən qolsunlar, başqa bir dərd verib onları unutturmasınlar. Həmişə şəhidimizi sayaq, seçək, dəyər verək, onlara çoxlu hörmət bəsləyək, onları yaddan çıxartmayaq. Onlar çıxmaz. Mənim atamın, anamın ən böyük arzusu idi ki, həmişə yolda o tələbələrin bal yığırdılar, şəkilləri olurdu. Həmişə deyirdi ki, anam, o gün olsun, sizin də orada şəkilləriniz olsun. Həmən şəkil, onların şəkili bir müddətdən sonra silinib gedir, amma mənim qardaşım əbədi yaddaşdadır. Yəni tarix yazdı bu oğullar, qazilərimiz, bu şəhidlərimiz, Allah hamısının məkanı cənnət, məqamlarını ucad eyləsin. Mən sənə çox şey borçluyam, Elvin. Sən özün haqqı qardaşa hal elə. Yerin yurdun rahat olsun atam. Elgün, qardaşım, mən ümidvaram ki, körpə edinimiz sənə həm oğul, həm də qardaş olacaq. İnşallah. O inşallah əmrisi kimi qəhrəman, mərd, sənə dayaq duran bir Elvin olacaqdır. Gözün aydın olsun. Allah razı olsun. Ailənin də, sənin də gözün aydın olsun. Bax, Nübar anamın da, bacımın da, Eldəniz qardaşımın da, hamınızın gözü aydın olsun. Allah Taala dünyasını dəyişmiş, şəhidlik zirvəsinə ucalmış cəmi şəhidlərimizin bax, adlarını belə yaşanmasını qismət eləsin şəhid ailələrinin hamısına. Amin inşallah. Ki, şəhidlərimizin hamısının adları yenidən yaşasın və şəhidlərimiz yenidən dünyaya gəlsin. İnşallah, inşallah. Azər qardaş. Çox sağ olun. Buyurun. Allah razı olsun. Sən də öz ürək sözləri bildir, təbrikləri bildir. Biz də bu günləri şəhid evinə bu dəfə sevincli bir şad xəbərə gəlmişik. Yəni bizim Nübar anamız Ağdaş rayonuna gəlmişik. Ağdaş rayonunda xüsusi təyinatlı şəhidimiz, 44 günlük müharibə şəhidimiz Elvin qardaşımızın ocağına gəlmişik. Ana bizi qonaq çağırıb, bir şad xəbərə qonaq çağırıb. Bir il öncə biz Elvin qardaşın qardaşı, Elgün qardaşın xeyir işində, toyunda iştirak elədik. Bu günləri Allah Taala bura, yəni bu ocağa yenidən oğlan övladı qismət eləyib. İnşallah buradan gedirik oğlan övladımızı xəstəxanadan götürməyə və həmin oğlan övladının adını yenə də Elvin adı verdilər. Odur ki, mən həmişə deyirəm, bizlərdə Azərbaycanda Elvinlər, mübarizlər tükənməz. Yəni Elvinlərimiz, mübarizlərimiz şəhid oldu, yenə onların davamçıları olur və bu günlərdə bu ocaqda yenidən inşallah Allahın köməyi ilə Elvin balamız böyüyəcək, Allah ona xoşbəxt gələcək, versin. Necə deyərlər, əmisinin adını yaşatmağı, necə deyərlər, Allah Taala ona nəsib eləsin, səs həmişə ucalardan gətirsin. Elvin öz gəlişi ilə bu evə yenidən nəfəs versin. Bol-bol ruzi bərəkət versin, xeyir günlər nəsib eləsin. Düzdür, indi körpəmiz, yəni şəhid olan əmisin anaya unutdura bilməyəcək, yəni Nübar anaya, amma onun gəlişi hardasa anaya yaşamaq üçün yenidən qol qanad verəcək, təsəlli verəcək. Buna görə bir daha təbrik edirəm bu ailəni, Odlar Yurdu ailəsi adından mən gəlib burada iştirak edirəm, təbrik edirəm. Balamız xoş gəlib bu gözəl ocağa inşallah. Şəhid ocağına xoş gəlib. Allah onun gəlişini uğurlu eləsin inşallah. Bir də ki, bunu demək istəyirdim ki, qardaşım şəhid olandan sonra 19 yaşında şəhid oldu qardaşım. Qardaşım şəhid olanda
Özümə söz verdim. Dedim ki, inşallah oğlum olar, sən adı qoyaram, yaşadaram. Yəni mən onun adını qoyanda da yəni halallıq qoymuşam. Ki sən qardaşa halallıq ver. Mən onun adını qoyacam, mən onu oğul deməyəcəm. Onun qaqa deyib çağıracam, qaqa deyib qucağıma alacam. Mən də həmişə demişəm ki, mən ona deyəcəm ki, mən balama böyüyəndə mən ona deyəcəm ki, mən ata demə də. Mən seçib atalıq eləyə bilmərəm. Həmişə sən mənəmsən. Mən ona görə hər şeyi boşduyam mən. Hər şeyi qardaşıma boşduyam. Mən heç vaxt oğluma deməyəcəm ki, mən ata demə, mən qaqa deyirlər. Mən bu qaqa deyib çağırsam inşallah. Yəni torpağacan yaşasın. Anama, atama Allah da səbrlər versin. Danışan çox sözlər var. Həddindən artıq çox sözlər. Mən o qədər danışıram. Yəni qutararası sözlər deyil. Yəni Allah bütün şəhidlərimizin məkanını cənnət, məqamını uca eləsin. Allah sizin də canlarınızı sağ eləsin. Allah daimizə də şifa versin. Gələn ayaqlarınız hamısı var olsun, var olun. Mənim sayımsız ailəmə dəyər vermişsiniz və mən bu gün mənzimizə də gəlmişsiniz. Kəş mənim qaqam da yanımda olardı. Başqa işdir, bu sevgi. İnşallah bir yarım saattan sonra o qaqanın yanında olacaq, qucağımda olacaq. İnşallah. Salam, hər vaxtınız xeyir olsun, hörmətli Şəhidim TV izləyiciləri. İlk öncə sizin hamınızı bir olan Allahın adıyla salamlayırıq. Bildiyiniz kimi biz Şəhidim TV olaraq hər bir rayona ümumiyyətlə şəhid tədbirləri işlandırmağa gedirdik. Amma bu günlərin fərqli olaraq Məmmədovlar ailəsinin, Elvin qardaşımın, şəhid Elvin Məmmədov qardaşımın qardaşı oğlunun dünyaya gəlib, Elcünün oğlu dünyaya gəlib, qardaş Elcünün oğlu dünyaya gəlib və qəhrəman şəhidimizin adı təzədən yaşadılıb, adı qoyulub. Bir sözlə Elvin qardaşımız sıralarımıza yenidən qayıdıb. Mən yeni doğulmuş Elvinin qədəmlərinin mübarək olmasını Allah'tan arzulayıram. Mübaribacı, qardaşım, sizlərə hamısına gözünüz aydın olsun deyirəm. Allah Taala indən belə bu evə şad günlər qismət eləsin. Günü olsun ki, bax, şəhid qəhrəman, şəhid qardaşımızın Elvinin adını daşıyan Elvin balamız, əmsi kimi qəhrəman oğullardan olsun, əmsinə, atasına layiqli övladlar olsun və sizlər də, siz baba nənə olaraq da onlara baxaraq fəxr edəsiniz. Mən istərdim elə ilk öncə nənə olmuş, nənə adını təzə qazanmış Nübar bacımı söz vereyim, Eldəniz qardaşıma söz vereyim bir nəvənin babalısı, nənəsi kimi. Buyurun. Birər sözlərinizi eşitmək istəyərdim. Mən ilk öncə sizə təşəkkür edirəm. Sizin kollektivə təşəkkür edirəm. Kameraman bacıma təşəkkür edirəm. Hər zaman təmannasız bir zəngimizə yanımızdasınız. Allah sizi var eləsin. Yaşayın, şəhidlərimizi yaşadın. Bəli, bizim üçün bu gün həm sevinçli, həm kədərli gündür. Çünki bu ay bizim bilirsiniz ki, nə qədər şəhidlərimiz olur. Sevinçli günümüzdə belə ürəkdən sevinə bilmirik. Bu gün belə nəvəm dünyaya gəlib. Bu gün bizim evdə sevinçli, bəzi evlərdə şəhidlərimizin ilidir. Mən elə bir ailələrdən nətər deyim, halallıq istəyirəm. Allah onlara da səbir versin. Allah bütün şəhid ailələrə belə gözəl gün qismət eləsin. Bizə həqqi də lazımdır belə bir şeylər ki, yəni ən azından yaman ürəyimizə biraz məlhəm olsun. Nətər deyirlər, bir ölərək, min dirilərik. Bugünkü günü 5 ildən sonra şəhidin adını yaşayacaq körpə nəvəmiz bu gün dünyaya gəldi. Qədəmləri mübarək olsun. Analatalı böyüsün. Oğlumun gözü aydın olsun. Oğlum da hərbiçidir. Allah ordumuzu qorusun. Allah bütün əskər balaları qorusun. Mən balalarım da onun içində. İnşallah əmisinin adını yaşayacaq, tanınacaq bir körpə olar. İnşallah. İnşallah. Eldəniz gömrək olmayı. Mən də öz sualım var, buyurun. Mən nə demək istədiyimi siz məndən dediniz. Yəni, mən elə bir söz tapıram ki, sizin sözünüzün qabağında deyim. Mən də atasını, anasını, nüvarı, ellənizi çoxlu göz aydınlığı verirəm. Əvvəl gündən indiyətən mən bunların şərik olmuşam bu dərdlərlə. İndi yanlarındayam. Allah çoxlu göz dolusu versin. Ya Rəbbim, ya Rasulallah. Adını daşıyır. Özü kimi də elə qəhrəman bir evlad olsun. Vətəninə, xalqına layiqli bir evlad olsun. Nə deyək, gözləri çoxlu aydın olsun. Eldəniz buyur, qardaş.
Sən də rəsm Mən də deyil. ilk öncə bu gələn qonaqlara salam deyirəm. Xoş gəliblər, səfa gəliblər. Mən Allahdan nə arzu edirəm balama, öz nəvəmə də onu arzu edirəm. Bu gün olsun ki, mənim körpə şəhidimin dünyaya gələn adına atasından yedi yaşasın. Evladı layıqlı evlad olsun. Çox sağ ol. Amin. Nə deyək, hörmətli şəhidin TV izləyiciləri, bax buna görə deyirlər ki, şəhidlər heç vaxt ölmür. Bəli. Çünki şəhidlərimizin adını yaşadan yeni körpələrimiz dünyaya gəlir. Necə ki, Elgün qardaşımızın da qardaşı Elgünün övladı dünyaya gəldi və öz zəmisinin adını yaşatdı. Mən Azərbaycan Respublikası Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəçi İctimai Birliyinin sədri Tahir Məmmədov adından və Şəhidin TV kollektiv adından ilk öncə bütün şəhid valideynlərinə Allahdan səbir diləyirəm. Allah təala cəmi şəhidlərimizin məkanı cənnət, məqamları uca olsun deyirəm. Və körpəmizə görə də Eldəniz qardaşıma, Nübar bacıma, istər İctimai Birliyimizin sədri Tahir Məmmədov adından, istər öz Şəhidimiz TV-nin adından sizlərə göz aydınlığı veririk. Gözünüz aydın olsun. Çox sağ olun, razı olsun. Allah Allah o körpəni göz dolusu versin. Həyatda heç vaxt neyiniyim, necə eləyim deməsin. İstər onun da, istər valideynlərinin də, istər sizlərin də gülüş təbəssüm heç vaxt üzünüzdən əksik olmasın. Nə deyim, dünyadakı nə gözəlliklər var, hamısı körpə balamızın olsun. Bir daha gözünüz aydın olsun. Təbrik edirik. Minnətlər.
Aydın TV izləyiciləri, gördüyünüz kimi biz artıq xəstəxanadayıq və yenicə dünyaya gəlmiş qəhrəman şəhidimizin adını daşıyan Elvin körpəmizi balizadan çıxardırıq. Buyurun. Biz bu günləri Odlar Yurdu ailəsi olaraq Ağdaş rayonuna gəlmişik. Ağdaş rayonuna da gəlməkdə səbəb odur ki, 44 günlük müharibə şəhidi, xüsusi təyinatlı şəhidimiz Elvin qardaşın qardaşı, Elgün qardaşın bugün oğlan övladı dünyaya gəlib. Hal-hazırda biz xəstəxana önündəyik və yeni doğulan oğlan övladına şəhid olmuş Elgünün qardaşı Elvin qardaşımızın adı verildi. Yeni körpəmizin adı Elvin oldu. Bakıda Odlar Yurdu ailəsində olan 300 Azərbaycan üzrə şəhid ailəsi sizə göz aydınlığı verir, təbrik eləyir. Emin Yaşadaq bir qrupu var. Orada Emin Yaşadaq qrupunda olan gözəl insanlarımız sizi təbrik eləyir. Adil İbrahimovun anası sizi təbrik eləyir və bütün ümumən Azərbaycan üzrə şəhid-sevər insanlar sizləri təbrik eləyir. Yeni körpəmiz xoş gəlib və bugün şad günündə bu ailənin yanında həmişəki kimi bir-birinə qohumdan artıq olan, doğmalaşan Ağdaş şəhid ailələri, şəhid anaları, şəhid ataları, Nübar ananın, Eldəniz atanın yanındadılar. Gəlin dəyərli şəhid valideynləri, yeni gələn körpəmizi uca səslə alqışlayaq. Və hər kəsə göstərmək istəyirik, hər kəsə demək istəyirik ki, Elvinlər tükənməz Azərbaycanda. Və Elvinimiz şəhid oldu. Yenidən Allah Taala bu evə, bu ocağa Elvin adında bir körpə, necə deyərlər, qismət oldu. Xoş gəldi qardaşımız. Elgün söz səndə. Xoş gəldin həyatımıza qardaşım Elvin. Əl çalaq. Var olun, sağ olun. Bundan sonra Allah Taala həmişə sizi belə xoş günlərdə görüşdürsün. Ancaq sizin evlərə xoş günlərə gələk inşallah. Var olun, sağ olun.
İnşallah adına layık olar. Əmisini şərəfdən tanıdar. Vətəninə, xalqına layıqlı evladı var inşallah. Allah gözde olsun. Allah bütün Sen şəhidlərimizi adına layık qəhrəman ol. belə sevindirsin Rəbbim. Subaylarımıza toy qismət eləsin, evlilərə evlad qismət eləsin. Allah bizə səbir versin. Bütün analara, bütün analara.
Bayramınız xeyir olsun. Çox hörmətli, dəyərli bizim qəhrəmanlarımızın valideynləri və bu gün üçün cəmlənmiş çox dəyərli qonaqlarımız. Hər birinizi öncədən salamlayıram. Bu gözəl günün sevincini Eldəniz bəylə, Nübar xanımla bölüb paylaşan dostlar, doğmalar, yəni dəyərli bir, səri bir ortaq olanlara təşəkkür edirəm. Elvin qardaşımızın adını daşıyacaq bir körpə dünyaya gəldi. Bəli, Məmmədov, Elvin Elcinoğlu. Təşəkkür edirik və bu gözəl anı, bu gözəl məqamı Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edirik. Qürurlu, şərəfli, ləyaqətli Azərbaycan. Bugün bayrağı bütün dünya ölkələri arasında qürurla dalğalanan Azərbaycan. O bayrağı, bəli, qürur və şərəflə, ləyaqətlə dalğalandıran qeyrətli oğul və qızlarımızın, şəhid, bacı və qardaşlarımızın ruhunu bir dəqiqəlik sükutla yad edirik. Qonaqların qarşısında baş eyirik. Qəhrəmanlarımızı həyata bəxş edən valideynlərə xüsusi təşəkkürümüzü bildiririk. Və ümid edirik ki, yenicə doğulan Elvin balamız əmisinin adını layiqincə daşıyan qürurlu bir evlad olacaq. Və sizlərdən bax bu anı alqışlamağı rica edirəm. Təşəkkür edirəm. Var olasınız. Bəli, şəhidlər ölürlər. Onlar günü-gündən dirilirlər. Onlar həyata bəxş olunurlar. Məsələ, eləsi qəhrəmanlarımızdan biri də bugünü bizə yaşadan körpə Elvinimiz oldu. Göy üzündə dalğalanan hilalınla, bayrağınla nə gözəlsən, Azərbaycan. Övladına xoş gün verən hər anınla, nevrağınla nə gözəlsən, Azərbaycan. Neçə qəhrəmanı xanı olan, səhərində al şəfəqi danı olan, hər daşımda şəhidimin qanı olan, torpağınla nə gözəlsən, Azərbaycan. Yer üzünə nurtilənən sərvətinlə, günü-gündən zirvələnən şöhrətinlə, təmizlənmiş namusunla, qeyrətinlə, yeni doğulan Elvininlə,
nə gözəlsən Azərbaycan. Hər daşında şəhidimin qanı olan torpağınla nə gözəlsən, nə gözəlsən Azərbaycan. Kiçik qəhrəmanımız, bəli, Elgin balamızın babası Eldəniz qardaşıma, Nənə Nubar xanım, sizləri təbrik edirik və zəhmət olmasa bu sevinci bir bölüşək, bu sevinci bir paylaşaq. Bəli, qürur hissedi, zəhmət olmasa, yaxın gələk bu anı, o bugün sizin dərd otaqlarınızı bir ürəkdən salamlayırıq və bugünün sevincini bölüşürük da. Bura gələn əziz şəhid ata-analarını hoş gəlmişsən deyirəm. Allah istəyənlərə də qismət eləsin. Sağ olun. İlk öncə hamını salamlayıram. Mən dəyərli şəhid analarım, şəhid atalarım, şəhidini sevən hər kəs. Allah sizləri var eləsin. Bu gözəl günündə mənə yanındasınız. Allah bütün şəhid ailələrə səbir dözüm versin. Düzdür, həm sevinirəm, həm biraz kədərlənirəm. Sevinci günümdə belə sevinmək olmur ürəkdən. Çünki ən böyük acı evlad acısıdır. Allah heç bir anaya evlad acısı yaşatmasın. Düzdür, bizim acımız şəhid acısıdır, evlad acısı deyil. Şəhid adı qürur vericidir, fəxr vericidir. Həmçinin də adı o qədər ucadır ki, daşımaq belə çətindir. O adı belə daşımaq bizim üçün əziyyətdir. Çünki attığımız hər bir addımda şəhid adı var. Biz elə bir addım atmalıyıq ki, qoy balalarımız bizdən inciməsin. Bugünkü günə mən hər şeyi şəhidlərimizə, qazilərimizə xoşlayım. Allah bütün şəhidlərimizin məqamını âli eləsin, yerlərini rahat eləsin, haqlarını bizə halal eləsinlər. Oğlumun, gəlinimin gözləri aydın olsun. Körpə elbinin qoy evimizə hər zaman huzur gətirsin. Qədəmləri mübarək olsun. Hamınıza təşəkkür ediyorum. Çox sağ olun. Nubar xanım, təşəkkür edirik. Bəli, bugünü gözləyirdiniz, bu an yetişdi. Hər zamankindən fərqli olaraq çöhrənizdə, ürəyinizdə, qəlbinizdə bir sevgi hissi görürəm. 5 illik qəlbinizdən keçən bir şey vardı ki, bugün onu körpə elvinə deyəcəksiniz. Mən o sözü sizin dilinizdən deyirəm. Cavan ömrü verib bada, balam üçün yaşayıram. Allah bilir bu dünyada, balam üçün yaşayıram. Haramında gözüm yoxdur, bilən bildi, könlüm toxdur. Nə olsun ki, deyən çoxdur, balam üçün yaşayıram. Dərdə qəbə bata-bata, bu 5 ildə qoymadım ki, qələm xəta. Bəli, gecə, gündüz, bir qarın aç, bir qarın tox, yata-yata, balam üçün yaşayıram. Kim yaşamır yalan ömrü, bizi dərdə salan ömrü, keçən keçdi, indən sonra qalan ömrü, körpə, Elvin üçün yaşayıram, Elvin üçün yaşayıram. Var olasınız, var olasınız. Təşəkkür edin, minnətdarım. Əhsən, var olasınız. Söz sahibi şəhid ataları, şəhid anaları, kimin qəlbində, kimin arzusu, istəyi, bugünün sevincini bölüb paylaşan hər kəsə xüsusi təşəkkürümüzü bildiririk. İsrafil əmi, elə sizdən başlayaq. Yəni, açıq mikrofondur, azadsız, sərbəstsiz. Mən çox rica edirəm, burada elə hamı özümüzü inşallah ki, bu sevinci bölüşək, bu sevinci paylaşaq. Çünki bu sevinci siz də yaşamışsınız. Əziz qonaqlar, mən şəhid atalarını salamlayıram hər birinizi, şəhid analar, şəhid ataları və qonaqlarımızın hamısını salamlayıram. Bugünkü gündə Eldəniz qardaşımın, Münvər bacımın nəvələrinin olması, nəvələrinin dünyaya gəlməsi hər bir şəhid atası kimi, şəhid valideyn kimi hər birimizi sevindirir. Allah adını, Elvinimizin adını daşıyır, inşallah adına da layiq evlad olar, adına layiq evlad olsun, gözləri aydın olsun. Allah vətənpərvər, xeyirli övlad kimi yetişsin, atasına, anasına, babasına, nənəsinə, vətəninə, xalqına xeyirli övlad olsun. Nə deyil? Mən bu hissləri yaşamışam. Mən də anamın evladının özü şəhid olanlar 15 yıl sonra dünyaya gəlir. Biz də şəhidin adını qoymuşuq, şəhidimizin adını daşıyırıq. İndi də şəhidimizin adını qoymuşuq, yenə şəhidimizin adını daşıyırıq. O necə deyərlər ki,
biz Türkler bir ölür min doğuluruq deyirlər. Belə bir deyimizi də var, atalar sözü də var. İnşallah belə də olar. Şəhidlərimiz yaşayar, yaşadarıq. Belə evlatlar da onlara layiq evlad olurlar. Çox sağ olun. Yenə deyirəm, gözləri aydın olsun. Allah atanı halallığı xeyirli böyütsün. Sağ olun. Əvvəla gələn qonaqlarımıza salam verirəm. Əziz qardaş, gözün aydın olsun, çox olur. Elgin balamız dünyaya gəlir. Elgin balam, təbrik edirəm. Mübar Qazı, təbrik edirəm sizi. Çoxlu. Allah cəmi şəhidlərimizin sayəsində böyük olur. Şəhidlərimiz olmasa biz bugün haradaydık. Şəhidlərimiz Allah məkanlarını cənnət eləsin. Onları unutmaq heç bir zaman dünyamızı dəyişən bir günə kimi heç bir zaman şəhidlərimizi bizim ardıcıl olaraq heç bir unuda bilməz şəhidlərimiz. Yaşadar inşallah. Evlatlarımız yaşadar. Allah'ın izniyle. Allah məkanlarını cənnət eləsin. Cəm şəhidlərimizin. Sağ olun, mənim. Allah razı olsun. Çox sağ olun. Gələn qonaqlarını salamlayırıq. Çox sağ olun. Təşəkkür edirik, var olasınız. Elmira ana əvəzi, bugün söz sizindir. Bəli, buyurun. Mən də hər kəsi salamlayıram. Allah bütün şəhidlərimizin yerini cənnət yeri olsun. Öz payıma düşərək mən bunların yanında həmişə iştirak eləmişəm. Tədbirlərində, məclislərində iştirak eləmişəm. Yəni onlarla bərabər mən də çin onların yanında olmuşam. Sadəcə olaraq indi Divarın bu məclisində inşallah xeyirli evladı başa gəlsin. Evladı adını daşıdığı kimi vətəninə, xalqına yaxşı bir, layıqlı evlad olsun. Biz bunu arzuluyoruz. Gözləri çoxlu aydın olsun. Anınızın Allah canını sağ eləsin. Təşəkkür edirəm, minnətdaram. Bəli, bugünün sevincini bir bölüşürük, bir paylaşırıq. Ağdaş şəhər icra aparatının məsul işçisi Qalib Həsənov cənablarından rica edirik. Siz bugün üçün xeyir dualarımızı və təbii ki bir sevincimizi bölüşək. Təşəkkür edirik. Əziz şəhid valideynləri, ataları, anaları, hörmətli tədbir iştirakçıları, bütün keçirdiyimiz tədbirlərdən özünün əhəmiyyəti ilə, mövzu dairəsi ilə bugünkü yığışdığımız tədbir seçilir, fərqlənir və yüksək səviyyədə qəbul olunur. Bütün şəhidlərimizə birinci növbədə Allah'tan rəhmət diləyirəm. Onların valideynlərinə, atalarına, analarına səbir diləyirəm. Və tarixi bir gün Rüvar xanımın, Eldəniz qardaşımızın nəvəsi dünyaya gəlir. Cavan nənə, cavan baba, arzuluyuram ki, bugün Gülbalanın böyüdüb boya başa çatmasını görəsiniz və onun toy məclisində iştirak edəsiniz, olasınız qoca nənə, qoca baba. Və bugünkü məhər uşaq gün çox böyük əlamətlər bir tarixi günlə üst-üstə düşür. Şəhidlərimizin tarixi günləri, şəhidlərimizin 5 illik tarixi günü təsadüf nəticəsində bunlar hamısı bir-birinə qarışır. Hazırda çox gərgin anlar yaşayırıq. Şəhid ailələrinin ziyarəti başlayıbdır və son günlər çoxluğu ilə təşkil edilir ki, şəhid ailələrinin il dönümlərini keçirir. Gülbar bacı, Eldəniz qardaş, biz sizi necə eləyim, atadan, baladan, Allah'tan arzu edirik. Hifz olasınız, Allah gözünüzə çıraq eləsin. Bayaqlarım bəyimizi öpüb təbrik edirəm, nəvəmizin atasını. Deyirəm, sən dünənlərin biz toyunda oynamışıq, bugün nəvəm ad günü. Belə çıxır ki, uşaqlarım uşaqlar olur. Allah Teala bu uşaqlara möhlət versin ki,
uşaqlarından böyük başa çatmasını Allah'tan arzu edirəm. Çox danışıb vaxt aparmaq istəmirəm. Hamımıza şəhid il dönümü münasibəti ilə şəhid ailələrimizə başsağlığı verirəm. Allah'tan onlara rəhmət diləyirəm, səbir diləyirəm və bu cür şadiyanalığı şəhid ailələrinin analarına, babalarına arzulayıram ki, sən keçdiyin yolu, sən qismət olan ömür yolu onlara da olsun. Allah bizə də imkan versin, belə tədbirlərdə iştirak edir. Allah mübarək eləsin, təbrik edirik, can sağlığı ilə, baş sağlığı ilə. Sağ olun. Təşəkkür edirik. Varım mənim minnətdarıq. Azər mənim, Azər Paşayev zənabları zəhmət olmasa hər zaman daim şəhid ailələrinin yanında olan, onların əllərini qürur, şərəf və ləyaqətlə sıxan Azər mənim, sizə xüsusi təşəkkürümüzü bildiririk. Nə yaxşı ki də varımızsınız, var olasınız. Mən də mübarəm. Allah sağ eləsin. Gözlərini mən də təbrik edirəm. Təşəkkür edirik mənim. Mən Azər müəllimə öz təşəkkürümü bildirirəm. Həqiqi ki, yeganə insandır ki, 5 ildir bizdən tezciylə bütün tədbirlərdə, xoş günümüzdə, gözəl günümüzdə hər zaman yanımızda olub, bir sözümüzü çirəməyib. O da təzə baba olub, onu da biz təbrik edirik. Allah ona ömür versin, hər zaman yanımızda olsun. Allah sizi var eləsin. Bəli, Ağdaşın qürurlu sərkərdəsi, daim şəhid ailələrinin üzərində olan. Bax, bu almışlar təbii oldu, Azər müəllim, mən istəmədim ki, mən biləmədim ki, var olasınız, həmişə hörmətli olasınız. Bəli, Səməd Vurğun adına məktəbin rəhbərliyi, Aysel müəllim, biz sizə təşəkkür edirik və imkan daxilində bu sevinci bir bölüşürük, var olasınız. Təşəkkür edirəm, salamlayıram. Bu özəl günümüz çox mübarək, nənə baba adımız mübarək. Bizim məktəbdə bir Elvin böyüklük təsdir verilir. Ümid edirəm inşallah Elvinin həyatında yarımçıq qalan bütün arzularımızı balaca evimizdə yaşayasın. O gün olsun ki, Elvinizin əlimizdən tutulukda və gətirəsiniz ki, bax, balaca evini gətirmişim. O günü görüşdük, gözünüz aydın olsun. Təşəkkür ederim. Allah sizdən razı olsun. Mən çəkmədim burada. Nübar bacım, təbrik edirik, gözün aydın olsun. Bu gün ən sevimli günlərindən biridir. Çünki balaca Elvinimiz dünyaya gəlib, göz olsun görəsən. Bu Elvində yarım qalan arzuları, nə istədiyi, görmək istədikləri Rəbbim bu balaca Elvində sərləsin eləsin. Bir daha gözün aydın olsun. Şəhid Elvinimizin məkanı cənnət olsun, məqamı olsun. Bu aylar olsa hamımızın balalarımızın şəhidlərdir. Hamımıza Allah səbir versin, başımız sağ olsun. Körpə balamız da xoş gəlib dünyaya, bir daha gözünüz aydın olsun. Nübar anamı ilk önce təbrik edirik, nənə olduğu üçün, həmçinin babasına. Atana analı görsün, sağ salamat olsun, sağlam evladı olsun, həmsinin adına layiqdir yaşasın. Nübar anam, mən də sizi təbrik edirəm. Allah yar yanından eləsin bu bala, xoşbəxt eləsin, ayağı, qədəmləri mübarək olsun, əmsələ layiq bir övlad olsun. Evə, işinizə nur gəlsin həmişə, ayaqlar düşərli olsun. Sağ olun, Allah kömək olsun. Var olasın. Odlar yurdu Azər müəllim, zəhmət olmasa sizi dəvət edəyək. Söz sahibi sizsiz. Mən də salamlayıram hər bir kəsi. Başda şəhid atalarını, şəhid analarını salamlayıram. Bu 5 ildə bizə doğumlu olan valideynləri salamlayıram. Qısa bir özümüz haqqında məlumat verək. Biz də Odlar yurdu ailəsi olaraq 5 il bundan qabaq qrupu yaratdıq. Qrupu da yaratmaqda məqsəd o idi ki, Azərbaycan üzrə bacara bildiyimiz qədər şəhid ailələrinin yanında olmaq, şəhidlərimizi unudulmağa imkan verməyək və ailələrin o, necə deyirlər, yaralı dərdinə az da olsa bir məlhəm ola bilmişiksə bu 5 ildə, nə xoş bizə. Burada dəyərli analarım var, atalar var. Anaların bəziləri, yəni bunu çox rayonlarda biz görürük, bu halına rastlaşırıq. Analara yaxınlaşdım, anaların bəziləri deyir ki, Azər səndən küsmüşük. Mən o sözü eşidəndə, yəni çox necə deyirlər, qürurlanıram. Atalar sözü var, könül umduğu yerdən küsər.
deməli biz o anaların, ataların ürəyində məhəbbət, sevgi qazanmışıq ki, onlar bizi tədbirə çağıranda biz gələ bilmiriksə, bizdən inciyirlər və inciməyə haqları da var. O yüzden sevinirəm, qürurlanıram ki, yəni bu 5 ildə biz necə deyirlər, bu şəhid yolunda deməli az da olsa o hörməti qazana bilmişik ki, bu atalar, analar bizləri öz məclislərində, tədbirlərində görmək istəyirlər və bu halı tək Ağdaşda deyil, bütün Azərbaycan üzrə, bütün rayonlarda yəni bizə o sevgi var. O sevgini də biz şəhidlərimizə görə qazandıq. Yəni mən Azər, bir fəhli ailəsində anadan olmuş Azər, yatıb yuxuma da gəlməzdi ki, mən nə vaxtsa çıxıb hansısa bir tədbirdə, tribuna qarşısında çıxış edəcəm. Və yatıb yuxuma da gəlməzdi ki, mən Azərbaycanda hansısa bir şəhid ailələri tərəfindən seviləcəm. Əgər bu sevgini, bu hörməti qazanmışamsa, mən şəhid qardaşlarımın ruhuna duacıyam, borcluyam. Allah bütün Azərbaycan şəhidlərinin ruhunu şad eləsin. Bugün də Ağdaşdayam. Ağdaşda ilk şəhid evini ziyarət elədiyim ev Elvin ocağı olub və bacı ilə, Nübar ana ilə doğmalaşmışıq, bir bacı qardaş olmuşuq. Nübar anaya təşəkkür edirəm ki, Nübar ana mənim demək olar ki, bütün statuslarımı izləyir. Zaten o statuslarda mən ancaq şəhidlərimizi paylaşıram. Məsələn, bu günləri mənim doğma bacım oğlu Kanadada yaşayan Əli Mərdanın ad günüdür. Amma mən Əli Mərdanın bir statusda paylaşmadım. Mən yenə də, necə deyirlər, şəhid qardaşının övladına üstünlük verdim. Çünki biz həyatımızı, ömrümüzü bu insanlara borcluyuq və hər kəsə də sadə insanlara arzulayıram ki, o sözü dildə yox, əməldə sübut eləsinlər ki, biz həqiqətən də şəhidlərimizə borcluyuq, biz həqiqətən də qazilərimizə borcluyuq. Yəni, dildə yox, onu əməldə göstərmək lazımdır. Ona görə dəyərli şəhid valideynləri bir ömür boyu sizə, yenə dedirəm, sözdə yox, əməldə borcluyuq. Nə qədər xoş günlərimiz varsa, o xoş günlərdə yenə də sizləri yaddan çıxartmamalıyıq. Harada olmağımızdan asılı olmayaraq, mən Azərin ürəyində həmişə şəhidim var, həmişə yadımdadır və həmişə də yad eləyəcəm. Allah sizi var eləsin, inşallah sabah da buradan Ağcabədiyə gedirik, Ağcabəddə bir şəhidimizin tədbiridir. Mənim də bir oğlum var, 13 aydır əskərin hərbi xidmətdədir, 3 ayı qalıb. Oğlum Ağcabəddə hərbi xidmətdədir, inşallah gedib həm oğlumu ziyarət eləyəcəm, həm şəhid tədbirində iştirak eləyəcəm, həm də ondan sonra evə inşallah yola düşəcəm və bəzi tədbirlərə gələ bilmirik, həmin ailələrə demək istəyirəm ki, inanın Allaha ev ki, mən bir dövlət qurumu deyiləm. Ya məni bu dövlət bu yolda maliyyələşdirmir ki, Azər, sənin işin, gücün bu olsun, ancaq şəhid ailələrin qulluğunda durmaq. Mən özüm tikinti sektorunda işləyirəm, qazancımın müəyyən bir qismini şəhid yoluna xərcləyirəm. Tam təmənnasız bir qrupdur. Yəni bu 5 ildə elə bir şəhid ailəsi yoxdur ki, desin ki, Azər, ya onlar yurdu gəldi, biz onlara hörmət elədik, ya getdi, yox. Biz tam təmənnasız, tam vicdanımızla, saf niyyətlə və şəhidimizə olan eşqə görə bu yola çıxmışıq. İnşallah bu gözəl yola davam. Və istəyirəm bu məclisdə ağır aylardır, şəhidlərimizin şəhid olduğu aylardır. Yenə deyirəm, Allah bütün Azərbaycan şəhidlərinin ruhunu şad eləsin. Unutmaq olmaz bir mahnısı var, yəni o mahnını çox sevirəm, çox istəyirəm. Rövşən Binəqədir tərəfindən oxunub. Elə istəyərdim ki, bu möhtəbər tədbirdə həm onu dinləyək. Nübar bacım, təbrik edirəm. Yeni gələn körpəmizin ayağı düşərli olsun. Elvin ocağına bol-bol ruzi bərəkət gətirsin. Sizə xoş günlər nəsib eləsin. Və əmisi Elvinin adın böyüyü daha da, necə deyirlər, gözəl şəkildə, necə deyirlər, saxlasın, qorusun və ucaltsın. Təşəkkür edirəm bacım. Çox sağ ol Azər, Allah xeyri qədər sağ-salamat gətirsin. Biz sən başladıq qardaşlara inşallah Odlar yurduna şəhid ailələrinin adından öz təşəkkürümüzü bildiririk. Yaxşı ki varsın. Şəhid gələn ozarlar, sürümündə işgəncədə, quduz deyil səncədə, quduz deyil məncədə. Yenə çox göz kefində, yenə çox yay gəncədə, bax dökülən dağları, olmaz unutmalımlar. Aslanları, olmaz unutmalımaz, canlı əziz canları, olmaz unutmalımaz. Anamız Azərbaycanın, Ağstəki bir köçlə, Ağşın yolları, olmaz unutmalımaz. Olmaz unutma olmaz, canlı aziz canlarım.
canından yazır. Her şehit öz kanıyla bir ayrı dastan yazır. Yazılan dastanları olmaz unutma olmaz. Şiirler yazanları olmaz unutma olmaz. Sana aziz sanları olmaz unutma olmaz. Anamıza her bayramın da seçildiği köşkler Ahçın yolları olmaz unutma olmaz. Oy cidler payızdı kıştı yazdı. Her biri ayrılığında şanlı tarih yazdı. Tam yerimizdir bizim günde de geçse yazdı. Fəxri xiyabanları olmaz unutma olmaz. Şiirler yazanları olmaz unutma olmaz. Sana aziz sanları olmaz unutma olmaz. Anamız Azerbaycan'ın dağ seçilip köşkler Ahçın yolları olmaz unutma olmaz. Kalan resimlerdeki nur dökülen yüzleri, yar itilen yarları, yarım kalan sözleri, atı sabıran bağları, yolda kalan gözleri. Azər müəllim, təşəkkür edirik. Var olasınız. Növbəti fəxri qonağımız Azərbaycan Respublikasının şəhid ailələri, əlilləri və müharibə veteranları birliyinin müdafiəsi, İctimai Birliyi, İctimai İşləri üzrə birinci mavini, Şəhidim TV-nin təsisçisi və baş redaktoru, 1-ci və 2-ci Qarabağ müharibəsi veteranı, Qarabağ qazisi Hüseyin Cavid. Təşəkkür edirik. Cavid, bir sözü demək istəyirəm. Deməli, bu 5 ildə mən şəhid tədbirlərində özümə çoxlu dostlar, qardaşlar qazandım. Yəni, onların bir neçəsinin adını çəkmək olar. Onlar məncə bir tapıntı oldu. Yəni, onlar mən üçün, mən Azər üçün şəhid yolunda bir qazanc oldu. Yəni, əldə etdiyim bir qazanc oldu. Və o yolda bir qazimizlə tanış oldum. Bəli, ona Terminator ləqəbi verilib. Yəni, burada dedi qardaşımız, amma bir şey demədi. Hər halda onu qazi qardaşımız deməyib ki, onu o demədi. Amma mən o tarixi bilirəm və istəyirəm deyəm və burada hər kəs bilsin. Qardaşımız Terminator 1-ci Qarabağda döyüşlərində əsir düşür. Yəni, bu şərəfsiz qonşularımıza əsir düşür. Və orada o şərəfsizlər və mənim bu qardaşımın bir gözünü çıxardırlar. Bir gözünü çıxardırlar. Allah ruhunu şad eləsin ulu öndərimizin Heydər Əliyev. Yəni, Heydər Əliyev cənabları Terminator qardaşımızı əsirlikdən xilas edir və elə ulu öndər tərəfindən bu qardaşa Terminator adı verilir. Yəni Terminator kinosuna kimlərsə baxıbsa, yəni orada Terminator rolunda iştirak edən aktyorun da orada kinoya görə bir gözü olmadığı üçün ona Terminator deyilirdi o kinoda və o Terminator ləqəbini ulu öndərimiz bizim bu qazimizə verir. Allah bütün canlı şəhidlərimiz olan qazilərimizi qorusun. Yenə deyirəm, Allah şəhidlərimizin ruhunu şad eləsin. Nə qədər Azərbaycan var, şəhidlərimiz var olacaq və onların, necə deyirlər, canlı şahidləri olan bu qardaşları biz qorumalıyıq. Bunlar bizim bir, necə deyirlər, muzeydir biz üçün bir əsərdir bunlar. Onların yadigarlarıdır. Yəni, bunlar da şəhid, bu qazi qardaşlarımız da şəhid ola bilərdi. Nə qədər şəhidə hörmət qoyuruqsa, mənə elə gəlir, qazilərimizə də bir o qədər hörmət qoymalıyıq və onlar hər biri biz üçün qəhrəmandır. Var olun, sağ olun. Çox sağ olun, Azər müəllim. Və mənə söz verdiyinizə görə sizə də öz təşəkkürümü bildirirəm. Mən ilk növbədə burada bütün məclislərini bir olan Allahın adı ilə salamlayıram. Xoş gəlmişsiniz hamınız. Düzdür, bu aylar sentyabr ayı ümumiyyətlə Azərbaycan xalqı üçün ən ağır aylardandır. Sovet dövründə, Sovet dövründən sonra da sentyabr ayında biz birlik günü ayı kimi qeyd edirdik. Amma artıq 2020-ci il müharibədən, vətən müharibəsindən sonra həqiqətən də sentyabr ayı ardıcıl olaraq Azərbaycan xalqı üçün ən qara aylardan, pis ağır aylardan biridir. Mən nə arzu edərəm? 2020-ci ildə Zəfər Ali Başkomandanımızın qaldırdığı dəmir yumruq altında həmrəy olan, bir olan xalq
Arzum odur ki, həmin həmrəyliyi, birliyi qoruyub saxlasın. Necə də ki, bu günləri, bax, burada şəhid valideynləri, Ağdaş rayonunun şəhid ailələri həmin həmrəyliyi, birliyi qoruyub saxlayır. Mən Azərbaycan Respublikası şəhid ailələri, əlilləri və maarif etənləri müdafiəsi İctimai Birliğinin sədri Tarık Məhmədov adından və Şəhidim TV kollektivi adından Nimbar bacıma, Eldəniz qardaşıma göz aydınlığı verirəm. Ona görə deyirlər ki, bacım, şəhidlər heç vaxt ölmür. Bax, görürsənmi? Həqiqətən də şəhidimiz heç vaxt ölmür. Şəhidlərimiz yaşayır. Şəhidlərimizin adını yaşadan övladlar dünyaya gəlir. Ümumiyyətlə, şəhidlər ölmür, ölməyəcək də və Azərbaycan xalqına baxdıq, dedim ki, heç vaxt şəhidlərimiz unudulmayacaqdır. Mən qeyd edim ki, o yeni dünyaya göz açmış Elbin körpəmiz, balamız. İlk öncə Allah Allah onları sizə gözdə olsun versin. Mən onu arzu edirəm ki, elmin üçün nə arzulamışdınsa, onu nail olmamışdınsa, bax bu elmin üçün bütün o arzulara və nail çatdırsın səni. Nail olsun səni arzular və çatdırsın. Və Allah onu gözdə olsa versin. Həyatın ən gözəl neymətlərini o körpəyə versin inşallah. Atalanı böyüsün. Gülüş təbəssüm onun gözəl simasından üzündən əksik olmasın. Allah heç vaxt necə dedirtməsin onlara. Mən bir daha Tahir müəllim adına və Şəhidim TV kollektiv adından burada oturan bütün şəhid analarına, valideynlərinə Allahdan səbir diləyirik və sizlərə, yeni baba nəniyə göz aydınlığı veririk. Gözünüz aydın olsun. Və ən sonunda istəyərdim ki, vətən uğrunda öz şirin canlarından keçmiş şəhadətə uğramış şəhidlərimiz üçün, qeyrətli vətən oğulları üçün bir mahnı səsləndirək. Buyurun. Boynunun karabanında düşman at oynadı ara boyunca. Kalbim kan ağlayır bu genç yaşında. Gel boyuna kurban ay vatanım. Meşesi saçını yoldu. Gel boyuna kurban ay vatanım. Şuşa yayladı sistem alandı. Farkı bilemem gözleri doldu. Tokan meşesi saçını yoldu. Gel boyuna kurban ay vatanım.
başımıza neler edipti. Gel boyuna kurban ay vatan ol. Göyçen sen gezin elden gedipti. Gel boyuna kurban ay vatan ol. Şuşa yaylalarını iştimal aldım. Sarı gülümün gözleri doldu. Topkana meşesi saçını yordu. Gel boyuna kurban ay vatan ol. Şuşa yaylalarını sistem alamadım. Sarı gülümün gözleri doldu. Topkana meşesi saçını yordu. Gel boyuna kurban ay vatan ol. Şayaylarına sistem aldı. Karı bülbülümün gözleri doldu. Topkana meşesi saçını yoldu. Gel boyuna kurban, gel boyuna kurban ay vatan oğlu. Allah Teala bir daha cəm şəhidlərimizin məkanın cənnət məqamlarımıza etsin. Şəhidlərimizə salam olsun. Bəli, bizim dəyərimiz Hüseyin Cavidə təşəkkür edirik. Və bu gözəl kişinin, bu dəyərli insanın sözlərinə qüvvət deyirəm. Uzatın başını şəhid anası. Şəhid ocağının çırağı sönməz. Yeganə təsəllüm bu olsun, anam. Hər oğul bayrağa bükülə bilməz. Bu zəfər sizindir, şəhid anası. Zəfərlə yazılan tarix silinməz. Qürurla yaşa ki sənin oğlun tək. Hər oğul bayrağa bükülə bilməz. Bükülə bilməz. Bükülə bilməz. Şəhid Sadiqimin atası Ayaz ata, zəhmət olmasa söz sahibi sizsiniz. Buyurun, buyurun. Mən də bugün bu məclisə yığılanların hamısını salamlayıram. Hamısına xoş gəldin deyirəm. Və bu günlərin balaca Elvinimizin həyata göz açdığı gündür. Allaha həmişə arzum budur ki, cəmi bütün şəhid ailələrində toy olsun, bundan sonra hər bir ailədə olsun. Yəni ki, bir də heç bir ana, ata, evlad acısı çəkməsin. Bugün bizim bəyimizin, balaca bəyimizin deyək ki, bugün ad günüdür, birinci günüdür, yəni dünyaya gələn günüdür və onun arzuladığım budur ki, atalı, analı, babalı, nənəli böyüsünlər. O gün olsun, bura yetişən hər bir insan onun böyük toyunda iştirak eləsinlər. Yəni bu cümlədən özümüzə də uzun ömür arzulayıram. Allah deyən hər bir evdə toy-pusat eləsin. Allah ordumuzu, xalqımızı, millətimizi, ali başkomandamız, devlətimizi qorusun. Mən arzum budur ki, balaca Elvinimiz böyüsün, gözəl bir ali təhsil alsın, cəmiyyətimizə, devlətimizə, xalqımıza yararlı bir insan kimi, yararlı bir vətəndaş kimi yetişsin və əmisi Elvin kimi adına, necə deyilə, vətənpərvər olsun və o əmsinin adını hər bir daimə ucada və uca bir yerlərdə səsləndirsin. Sizə yenə bir daha göz aydınlığı verirəm. Allah necə deyərlər, böyük boya başa çatdırsın, daima nənəli, babalı, atalı, analı böyütsün və bir də bu şəhid Azərbaycana necə deyərlər, heç bir ailə olmasın, bir də analar gözü yaşlı, atalar beyni bükük qalmasınlar. Diqqətinizə gözəl hamınıza təşəkkür edirəm. Sağ olun.
Sağ olun. Sağ olun. Əziz qonaqlar, dəyərli xanımlar və cənablar, bu günlərim Elvin qardaşımızın adına əsr olunmuş bir nəğməni dinləməyə hər birinizi dəvət edirik. Təşəkkür edirik, var olasınız. Kardeşim, Rus şehidimiz Elvin Ersoy'du. Sen sefer getiren düş, şehit kahraman. Vətənə görə qurban ilə o şirin canı. Şəhərində bir git kim, cənnətə ucaldı. Şehit olsam da değil, düşməni məhv etdi. Şəhərində bir git kim, cənnətə ucaldı. Şehit olsam da değil, düşməni məhv etdi. Sen canımın qeyrətini bulmaq üçün deyil. Necə qurban azadın, bayraq yüksəldi. Sən namerlikini bitirdin, məhdiydi. Hakkı ödən nəsil zaman verdi səni. Thank you.